Salam aleyküm, söz mövzu verilişinin daimi izləyiciləri. Verilişimizin bu həftəki, daha doğrusu 5-ci mövsümün ilk qonağı Yaşar Qafanlıdır. Xoş gördük. Xoş gördük, mən gözəl qardaşım, xoş gəlmişsən. Mən də bütün tamaşaçıları salamlayıram. Bütün meyxana sevərlərini hamısını salamlayıram. Söz tatlarını salamlayıram. Əlim yoxdur, mən kiçik kimi. Allah hamısını cansar eləsin və Allah hamısını mehriban eləsin. Sənlə biz 2 mövsüm öncə çəkiliş eləməliydik. Elə oldu ki... Qismət bu günə. Qismət gəldi, bu günə çıxdı. Yəni, niyə görə bunu xatırladıram? Çünki bəzən izləyicilər soruşur ki, filan kəs yaddan çıxdı, filan kəs çəkmədin. Ona görə demək istəyirəm ki, heç kim yaddan çıxmır. Sadəcə vaxt elə olur ki, məsələn, bəzən bizim vaxt olanda həmin meyxanasının vaxt olmur və ya onun məclisi olanda bizim çəkilişimiz olur, vaxt düz gəlmir. Yəni, bu belə. Keçək əsas məsələyə. Buyur. Neçə ildir sənətdəsən? Nə suallarım var? Mən, qoy belə deyim də, mən gözəl qardaşım. Demək, mənim ümumiyyətlə bu söz sənətinə gəlməyim, Allah cəmi öləmənə rəhmət eləsin. 76-cı ildə mən daimgil, ya 75 ya 76-cı ildə daimgil biz Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərindəndik. Yəni, burada hamı, bütün dünya bilir. Ümumiyyətlə, dayılarım Bakıda yaşayıb, amma əsas dayım köçüb Məştalanın Badam sahibası var. Ora və dayımın ilk tanıdığı adam, Allah qərinə rəhmət eləsin, biz ağamizə ilə, ustad ağamizə ilə salamlayırıq. Biz də ustad. Çox yaxın, mehriban, ailəvi dost olmuşuq. Dayımın ilk tanıdığı adam da ağamizin atası, Allah qərinə rəhmət eləsin, Rəfi dayı oldu. Və o tanışdıq ta ki bu günə qədər. Yəni, xeyrimiz xeyirdir, şərimiz şərdir. Əsas oradan qaynaqlanır və o tanışdıqdan sonraki illərdə bizim bütün toylarda meyxana olub. Baxmayaraq ki, o vaxtı əslində bu meyxananı Allah necə 12 ildəmin 9-unu Azərbaycana verib, mən belə deyərdim. Bu söz sənətində, yəni həm bu şairi, həm bu meyxananı, həm hamısının bu Azərbaycana məxsus olan bir sənətdir. İndi bəzi o dırnaq arası deyək insanlar var ki, bu meyxananı qəbul eləmirlər, amma yenə də deyirəm, mən dəfələrlə o söz eşidirəm ki, adam var deyir, mən iki kəlmə sözü dalbadala düzüb boşub danışa bilmirəm. Və mən bu söz sənəti ilə, bu meyxana sənəti ilə də fəxr edirəm. Bizim burada böyük ustadlarımız var, Allah hamısının canı sağ eləsin, ölənlərə rəhmət, qalanlara can sağ. Və belə haradasa deyərdim mən, əskərlikdə də, əskər vaxtı olan vaxtı da elə orada, düzdür, onda laf belə də deyildi. Sonra biz Qafandan Bakıya köçəndə Əhmədliyə köçmüşük. 2000-ci illərdə mən Mehman Əhmədli ilə ustadımızla salamlayıram, tanış olmuşam. Və ilk qədəmləri oradan başlamışıq. Allah hamısını canı sağ eləsin. Mən niyə bunları ad-bad deyirəm? Bax, istər Hacı Elşən Xəzər, istər Akşin, Allah rəhmət eləsin, Xəyyam. O vaxtı, yəni, o meyxana deyənlərin hamısı Əhmədlidə. Allah vahidin canı sağ eləsin, Allah namiyə can sağlığı versin. Aydın, Ələkbər, yəni, hamısı Əhmədlidə yığışırdıq. Və bir mən idim, bir də İmişlidən bir anar dostumuz var idi. İndi Rusiyada yaşayır. Anar o vaxt amma bərk həvəsi var idi meyxana. Yaxşı da meyxanadır. Uzaqlaşıb mı? Uzaqlaşıb, hə. İkimiz idik cavan bunların yanında. Yəni o dövrdə necə ki, Mehman, Elşən, Akşin, Nami, Aydın, Ağamizəginin yanında cavan idi. O ərəfələrdə biz anardan ikimiz idik. Düzdür, bir-iki nəfər də vardı. Məsələn, Yasamalda Cavid vardı, yadıma gəlir. Məştağda Mübariz, Mirsadıq, düzdür, indi onlar da o pakelər idi, Allah rəhmət eləsin, amma Əhmədlidə 2 dənə cavan uşaq biz idik, mənlə anar idi. Mən bunu hər yerdə də demişəm, məni, düzdür, Mehman həmişə bizə ustadlıq eləyib, amma Elşənlə Akşin, o uşağı ki, əlindən tutub məktəbə apararlar, mənə Elşənlə, Hacı Elşən Xəzər, Akşin Fatih, məni əlindən tutublar, məni məktəbə aparırlar. O vaxtı indiki kimi deyildi. O vaxt sonra məndən sonra məsəl üçün Vasif gəlib, Cəlil gəlib, Fariz gəlib, Fərhad var idi, Mehdi,
İndi ola bilər yaddan çıxan da var. O vaxt yəni maddiyyat fikirləşmirdik. Bizə maddiyyat bilsən nə idi o vaxtı? Bunların yanında fərqi yoxdur ya, Aydın olsun, Vahid olsun, Ələkbər olsun. O vaxt onların yanında elə toylara gedmək özü bir maddiyyat idi. Vahid yəqin ki, Vahid qədimi deyirəm. Çünki Əhmədlidə o vaxt hamı yığışırdı da Əhmədliyə və Şirzad var idi bizim dəyərli dostumuz, qardaşımız, bəli. Biz Şirzaddan da çox şeylər, Şirzad bir vaxt xeridar, bir də var əsr xeridar. Bax, Allah Kərim ustamıza qəni rəhmət eləsin. Hacı Rahim var Məşdağada, Kərimin sinif yoldaşıdır. Yəni, o vaxtı Şirzad idi, bir də Hacı Rahim idi ki, yəni, Aydın yıl qarşı hamı məsuliyyətlə olan yanında meyxana. Onun bir neçə meyxanası deyib ki, deyib, biz Şirzadın... İndi yerindən duran deyir, mən... Yox, mən nə etmək istəyirəm, köhnə meyxanaçılardan var ki, bir neçəsindən bu, məsələn, çəkilişdə və ya çəkilişdən qıraqda deyib ki, deyib, biz Şirzad olan məclisdə, deyir, meyxanaya xüsusi diqqət edirdik. Şirzad otururdu bizimlə səhərə qədər, bir şey, Vahid çoxdan da yoxdur, qədim. Doğrudan yoxdur, mən onu çoxdan da axtarım. İndi mən nə səbəblərə görə köçüb başqa ölkədə yaşayır. Bir gün, bu bir tarixdir, qoy bunu danışım, elə qoy cəmaat da bilsin. Əhmədlidə bir çayxana var idi, hamımız oraya yığışırdıq. Allah Tofiq əmiyə, yəni rəhmət eləsin, Tofiq əmi yaratmışdı o şəraiti, bir çayxana, bir otaq vermişdi, orada pastanı yığışıb meyxana deyildik. Bir gün hamı gəlib oraya, rəhmətli Kərimdir, Aydın, Ələkbər, Xəyam rəhmətli, Mehman, Eşan, hamı oradadır. Bu gün canavar bildiklərimiz, hamısı oradadır da. Nəsə, indi oturmuşuq, Kərim rəhmətli dedi ki, nə meyxana deyək. Əslində başqa şey yığışmışdıq orada, bir məsələ vardı. Şirzad nə qafiyə tutdu. Qafiyə tutdu ki, bir maşınları götürsün ayağı bir yerdən. Hamı belə fikirləşdi. Biz oturmuşuq, tamam uşaq, anar da oradadır. İkimiz o üçün vacirə gedir. Ayağı bir yerdən çətin qafiyədir. Başlayan kimi Vahidin buna bütün meyxana deyən ustadlar hamıda bilir. Vahidin həmişə deyirlər ki, bunun başı kompüterdir. Hamı fikirləşir, Aydın orada, Ələkbər orada, Mehman orada, Elşan orada. Vahidin birinci sözünə bax. Vahid deyir ki, indi mən ola bilər yadımdan çıxıb da 20 il bundan qabaq oldu. Uşaq böyütmək bir cahi calaldır. Kim öhdəsindən gəlirsə halaldır. Nəsə belə gətirdi. Ata öləndə uşaq qaldıra, bu adi haldır. Vay önünə ki, ata götürsün uşağını yerinə. And ol Allaha, Kərim yerindən, Kərim hər sözə diqqət göstərmirdi ya. Saxladılar qafiyəni. Birinci sözə bax. Nəzərə almaq ki, orada maksimum 15 saniyə fikirləşməyə vaxt olur. Məsəl üçün, indi o köhnə qafiyələr var ki, orada məsəl üçün elə şeylər var ki, bu gün də yadda qalır və hər yerdə deyilir. Ya Aydının sözü olsun, ya Mehmanın, ya Elşənin, ya Ələkbərin. Yaxşı söz həmişə yadda qalır. Və haqqı demək lazımdır. Bugün mən şəxsən görürəm də, bu gəlirlər, intervallar, baxıram ki, olmayan şeyləri danışırlar. Elə, bax, bir söz deyim mən sənə buradan, Allah Aydına qəni rəhmət eləsin. Aydın çox meyxana deyən var bizim pakalenindən, şəxsən Aydın eşqi ilə həm sənətə gəlib, həm meyxana deyil. Hə, düzdür, danılmaz faktdır. Bu danılmazdır. Yəni, bu o vaxtı məsəl üçün, indiki zamanlar bizim pakaleni bilir. O işlik var idi və Mehman, Aydın, Nami, üçü pastayanı qarışdır Nami, Mehman, bunlar yəni işlik deyirdilər də bunlara. İndi keçmişin meyxanaları var. Məsələn, Şəhriyarda Allah İslam'a qəminə rəhmət edir. Baxırsan, o dövründən bu dövrün meyxanası başqa cürdür. Təbii ki. O vaxt, amma məsəl üçün, indi oturanda danışırıq da, deyir, o rədifi saxlayanlar vardı. O Sait Samit söhbəti var idi. Məsəl üçün, Sait Samitə baxan yox idi. Hə, baxan yox idi. Onu indi mən Əhmədli məktəbi olaraq demirəm, o Mehman elədi bunu. Hamısı Saitləri, Sait sözdən, Samitləri, Samit sözdən. Orası düzdür elədir. O belə. Və indi baxıram, görsən, elələr çıxıb yalandan elə şeylər, reklam xatir
danışırlar, nə bilim, adam həm münasibət var deyənə danışmaq istəmir, biri bu qara yuxuda görür, biri nə bilim aydına. Yəni, belə şeylər... Sağlığında qapısını tanımırlar, inarsın. Ya, indi mən orada da deməzdim. Yəni... Mən şəxsən deyərdim, çünki niyə? Niyəsini deyim də, yəni mən belə tutmasın, bütün meyxançılar da, yəni meyxana sferasında bir ki, şuralar ki, nəzə qorxmanın çəkinmir. Sadəcə... Yox, bu qorxmaq deyil, bu buraya var. Yox, məsələ nədir? Məsələn deyil. Tam mənim şəxsən tanıdığım adamlar var ki, vallahi billahi deyirəm, rəhmətli Vüqarın və ya Aydın sağlığında onların heç yaxınına düşməyən adamlar da indi... Yox, mən sənə istəyirəm, mən bir sənə nəyə görə dedim, bunların içində ən cavan uşaq biz idi, analarla. Görmüşük də bunların hamısı. Vallahi deyirəm, Kərim analar bizə gəlirdi Əhmədliyə, məşələ, vallahi gəlirdi Əhmədliyə, biz cavan edirik da. Olurdu ki, saatlardan ayaq üstə dururduk. Yəni, yaxşı mənada, hörmət naminə. Təbii ki. İndi baxırsan toylara, mənə deyirlər ki, sən o gül toylarda görsən bilirsən. Mən istəmirəm qardaşım, mən o baxıram da nə böyük qalıb, nə kiçik qalıb, qabaq başqa cür deyir. Yəni, biz bu böyüksülüyü də o məktəb deyirlər, məktəb o deyil, nə bilim, bir bina ola, orada 36 nəfər, 20 nəfər gedib oturasan, məktəb odur ki, bir 10 nəfər, 12 nəfərə mehman yığırdı başına, hara qədər deyirsən, başa salırdı. Elə də xırdalanda, elə də yasamalda, yəni, və yaxud görüb götürmək yapmalı. Məsələn, görürsən, bu böyüyə hörmət olmalıdır. İndi böyük meyxana deyənlər oturur orada, onları dəvət eləməmiş ki, orada adlar yazılır. Filan kəs, filan kəs, filan kəs, mikrofon davası edirlər. Mən ona görə, mən sənə bir dənə söz deyim, mən qardaşım, mən ona görə elə yerlərdə görsənmirəm. Qurban vallahi, hamını Allah dolandırır, hamıya Allah ruzu verir. Şükür Allaha ki. Yəni, o bəzi şeylər var ki, o şərtdir. O şərtdir. Bugün, məsəl üçün deyirəm, bugün meyxana deyənlər var ki, fərqi yoxdur, gənc nəsil, ya və yaxud köhnə nəsil. Kim o həmən stoykasını saxlayıb, kimsə də saxlamayıb, o müqayisədə özü bilir deyinir. Bizdə belə bir şey var da, məsəl üçün, bir nəfər baxırlar ki, haykü ilə getdi qabağa. Elə bilirlər ki, bu da haykü eləsə gedəcək qabağa. O naxışla olan bir şeydir. Düzdür, ailədir orasıyla. Məsəl üçün, müqayisə edirik. Falan kəsə var, məsəl üçün, özündə elə bilir ki, bunun sənəti ondan artıqdır, amma baxır ki, bunun toyları yoxdur, bu bütün günün toyladır. Oturur fikirləşir ki, o eləyəni mən artığını da eləyə bilərəm. Amma düşünmür ki, bu bunda alınmayacaq. Bu meyxana düzdür, söz sənətidir. Amma başqa şeylər də tələb edir. Bir dəfə mehman mənə dedi ki, gedək, bir nəfər var, dostumuzdur, deyəsən kimsə qohumundan meyxana deyən olmaq istəyir. Gedək 5 dəqiqə görüşək, söhbət çal edək. Orada gəldilər, mən uşağı görən ki, mehmana dedim ki, yox qardaş, bu o deyil. Gəlib, sakit oturub, fağır, danışmır. Mehman bununla danışır, qardaş, neynəmsən, nə yazmısan, hara qədərsən, neynirsən, ümumiyyətlə deyəndə. Baxdım, bunu gətirən adam da mehmanın dostunun qohumuydu. Bir şəhərlə çəkildik qırağa, çəkdik onu qırağa ki, bu o deyil. Yəni, bunu nə qədər eləsən, bu gələcəyin görmürük də bunu. Bir yaxınlarda onu gördüm, bir yerdə rastlaşdıq. Deyəm, mən neyizdə işləyirəm, arada mahnız adı yazıb müğənnilərə satırım. Ruslan Səfəroğlu, onun vasitəsilə deyir, mahnı yazıram. Yəni, nəyə demək istəyirəm? O, laf belə qrubu variantdadır, burada sırtıq olmalısın. Meydancılığı olmalı, meydan götürmək qazarlı olmalıdır. Məsəl üçün deyirəm, son zamanlar çıxanlardan Xosrov Allah saxlamış. Həm meydancılığı var, həm də naxışı var. Naxışı var, bu uşağın naxışı var. Naxış bilsən nə deməkdir? Ya bunu istəyirlər. O Xosrovda olan meydancılığı hamı eləyər, o cavanlardan söhbət gedir.
Amma baxırsan ki, ondakı kimi alınmır. Məsəl üçün, dalbad alınan tutuzluqdur. Ha? İndi gəl, əyri oturaq, düz danışaq. Xosrovun dalbadal dediyi meyxanalar, bunu hamı bilir də. Bir sözü yaxşıdsa, bir sözü boşa gedir. Təbii ki. Düzdür. Özü də qəbul edir. Özü də qəbul edir onu. Dalbadal 5 dənə deyirəmsə, 15-ini də... Mənim qaqaşımdır Xosrov. Yəni, mən burada yenə də deyirəm, hamısı mənim üçün əziz, dəyərli qardaşlarımdır. Xosrov bunu özü də bilir. Amma görürsən, aktyorluqla necə yedizlidir. Ona görə deyirəm, yerindən duran özünə xeyirdarı deməsin. Onu biz bilirik. Düzdən elədir. Balayla bugün gündəmdədir. Bomba kimi də. Əla. Yəni, bu meyxananı belə, necə deyim, cəmaata istədənlərdən biridir. Fərqli yoxdur, trend qafiyə ilə, görünüşü ilə. Bəziləri var ki, kölgəsinə güllə atırlar. Niyə? Gəlin də qaydaq keçmişə. Oktay ilə Samirə bir dənə meyxana dedilər. İran təranələrinin üstündə. Harada qalansan? Ona dedi, burada qalansan, bu dedi, yox, ayanda qalansan. O vaxt Elşənlə Oktayla bir dənə qafiyə edilmişdi. Davay bebe, necədir, yaxşıdır. Məsəl üçün deyirəm, o vaxt bu idi, bunu istəyirlər. Bizim dövrün tələbi oldu da yəni. Bu Musqani meyxana ortaya çıxanda hələ bu yox idi, bu mahnılı azadlarında. Ündən Suraxanı toyu oldu. Yadıma gələr o vaxtı Pərviz, Rəşad, mən, Mehman, Mirfərid. Düzdür, Mirfərid də Mehman demirlər, Pərviz. Fabrikatı. O vaxt Təzəyə onu videosunu 2011-ci ildə olub. O toy 2011-ci ildə olub. Bizim dəyərli qardaşımız İcran müəllimin bacıoğlusunun toyunda. Hamımız da ora... Məhəllədəki Suraxanı toyudu. Məhəllədəki professor var idi. Bəli. Allah rəhmət eləsin, avtomobil istafı. Hamımız da ora dəvətnamə ilə dəvət alıb getmişdik toya. Yəni, belə meyxanası kimi gelməmişdik. Orada Kamran Ağayev bizim salamlayıram buradan, o da oradaydı. Qapısı Kamran. Kamran qapısı. Yəni, nə demək istəyirəm? O bir şov proqramı idi. Başa düşürsən? O vaxtı Qanqamıslar bir mahnı çıxmışdı. Demək, bir həftəyə Qanqamıslar yığmışdı 11 milyon. Bizim o meyxana yığmışdı 13 milyon. Nə var ki orada? Musiqallə bir şeydir. Deyim sənə ki, ay... Amma bərk partlamışdı. Bərk partlamışdı, ondan sonra çıxdı da ortaya. Yəni, mən bilsən nə demək istəyirəm? Fərqi yoxdur. Kim nə ilə bu meyxanaya bir damcı uğur gətirirsə, o bizim hamımızın uğurudur. Düzdən yarasıdır. Bax, Ruslan Mişuqavadım, mən... Ruslanı salamlayıram, qardaşım. Gör sənə nə deyirəm. Mən Ruslanı tanıyan gündən onun meyxanasına heyranım. Amma gör neçə illərdir. Neçə illər idi. Yox. Bax, ora çox qəşəy bir söz. Mən Fikrini tamamlayan bir şey deyilsin. Mən açıq danışıram, başa düşürsən. Mən uşaqlar, yəni bizim bu meyxana deyənlər yaxşı bilirlər mən nə deyirəm. Mən heç bir vaxt nə kimisə aşağılamaram, nə kimisə xətrinə dəyinəm. Mən olanı deyirəm. Həmişə o Kamran Ağayevlə Allah hamd olsun, Ruslan söhbətini eləyirdik. Ruslanı ən əsas məclisə çağıranlardan biri Kamran idi. Bir də İlkin qardaşımız var, bizim Mingəçəli İlkin. Yəni o vaxtı o belə məclislər olurdu. Həmişə Allah hamd olsun. Məsələn, mən özlüyümdə Kamranla fikirləşirdik ki, bu növ çıxmır, ortaya. Gördün, Qarasqı Nami'nin bir yaxşı sözü var, istedad bulaq kimi bir şeydir. Hardan olsa pıtlayıb çıxacaq. Bu gün Ruslan axır gözünü sübut elədi ki, mən Ruslanım. Və yaxud Cahankeş, hərənin, məsəl üçün deyirəm də, Cahankeş Rəşadın tələbəsi kimi çıxdı. Özün də sübut elədi. Çünki Allah qapısını açsın Rəşadın, Allah onun var eləsin, Rəşad hamımızın qardaşıdır. İndi kişinin başına iş gələr. Təbii ki. Tezliklə mən Allaha yalvarıram ki, tezliklə inşallah balalarına qovuşsun. Amin inşallah. Rəşad patron kimi meyxanadır yəni. Cahankeş onun adı ilə çıxsa, Cahankeş onun sübut eləməlidir ki, mən Rəşadın tələbəsiyəm. Bax, Əhməddə də Fariz var, Cəlil var. Salam deyirəm sizə.
Məsələn, hələ o biriləri qoyuram, mən özüm qarışıq qoyuram qırağa. O vaxtı Cəlillə Fariz, düzdür, bizdən sonra gəlirlər, patron kimi meyxana deyirlər. Sən deyim ki, Cəlilin də başı çox fərqli işləyir, adam çox səlis, Farizin özü. Farizin də başı, Cəlilin də başı. Çox səlis meyxana, heç aşmaq yoxdur, yəni adamda... Sağ ol, amma həmişə oturub fikirləşirdik ki, bunlar bir dənə nöş tutuz dura bilmirlər. Mən, həqiqətən mənim özümlə, yəni, dəfələrlə fikirləşmişəm ki, bunlar niyə qalıb da qıraqda? Çünki adamın görsən başına... Ona görə də gərək, eşitirsən mən, insanda naxış olsun. Ümidini qırmayasan. Gətdi. İndi bugün şükür Allaha, bugün Cəlil də var, Fariz də var. Zaten var idilər. Sadəcə olaraq, sən bilmirəm, nəyəsə görə camaat çağırmırdı. Yəni bugün o, deyək bir 10 il bundan qabaq, o meydanda olan uşaqlarının içində Fariz də olmalıydı, Şəhriyar da olmalıydı, Cəlil də olmalıydı. Yəni adam Allah tərəfi danışar. Şəhriyar da tam başqadır, adam dəqiqədə var. Biz hamımız belə deyək ki, bu 20 ilin içində, 2006, 2010, deyək, 15 ilin içində biz zaten hamımız bir-birimizi yaxşı tanıyırıq da. Biz bilirik, bax, Səbuhi Xırdalanını patron kimi meyxana deyir. Pünhan Allah saxlamış. Pünhan neçə illərdir meyxana deyir. Pünhanda da bir 3-4 ildə özünü göstərib. Adı var idi, bilirdik, meyxana deyənlər bilirdi ki, Alatavada Pünhan var, Xırdalanda Səbuhi var. Məsəl üçün deyirəm, amma bu ərəfələrdə yox idi bunlar. Əslində biz də istəyirdik olsun. O ərəfələrdə ki, meyxana ki, Allah, yenə deyirəm, Aydına qəni-qəni rəhmət eləsin, Allah Kərimə qəni-qəni rəhmət eləsin. O 2001-dən ki, sonra meyxana belə qalxdı, Sumqayıt məktəbində salamlayıram, hamısını salamlayıram. Onlar, yəni mən ayrı seçkiliyi salan adam deyiləm. Onların hamısı mənim qardaşlarımdır. Nə edim istəyirəm? Gülağanın özü, Gülağanın məni də, nə bilim, Elnur Ağdamlıdır, Məhəmməddir, Ümiddir, başda Namiq mənim adım, Mahir Cürətdir, Mahir Nami Ağsaqqaldır, intiqamı olsun, ehtiramı olsun, Elnur Ağdamlısı olsun, fərqi yoxdur. Yəni mən bir sənə nə edim istəyirəm? İndi o vaxtı hərə bir bölgədəydi də. O meyxana ki, təzə Aydın bir yandan partlayış, bir yandan 2006-2007 dəqiqəsin partlayış. İndi zaten bunları belə çağırırdılar. Amma bu yandan zamanlar var idi. Amma məqam olurdu ki, meyxana deyən tapmırdın toy aparmağa. Təqdim edirdin, tanımırdılar. O da onların öz səhvləri idi ya. Bəlkə də düzdür, ciddi yanaşırdılar. Amma bilmirəm, hansı səbəbdənsə özlərini göstərə bilmirdilər. Oktay ilə danışam o gün telefonda. Kamillə, hə. Oktay, yəni, bir söz deyim sənə, o vaxtı düzdür, Oktay mikrarlarından tez-tez gəlib gedir rəhmətliyə. Bir də Allah xəyama qəni rəhmət eləsin. Gecələr bilirsən, telefonla danışırdıq bir-birimizdə. Həmişə, yəni, bir meyxana deyəni müqayisə edirdik, ya və yaxud, mən Oktay deyirəm ki, bir amma Şəhriyar neçə ildir meyxana deyir. Yəni, biz onu yaxşı tanıyırdıq da, onun sənətini bilirik. Gəldi, Oktay deyir ki, qarşı, o Allah kitabçasında belə yazmışdır ki, vaxtı var. Allah saxlamış Abdullah. Abbasdır. Bəli. Sonra baba, Qədirli, o birisi Şakir. Yaşarın özü, Yaşar. Mən Yaşarda salamlayıram, qardaşım. Bilirsən, nə deyirəm, bax, görürsən, maşallah. Düzdür, indi onların o yaşıdır ki, bax, o yaşda o vaxtı Cəlilgildə var idilər. O Pakalinidə Cəlilgildə var idilər. Amma bilmirəm, niyə, nədən? Məsələ nədir? Bax, indi bir şey deyim, bayaqdan deyirsən. Cavanların da içində var, həqiqətən. Mən neçə ili gözləyirəm, sadəcə nəyə gözləyirəm? Adamın sənətini bilirəm. Əsəbləşirəm, bəzən, həqiqətən. Özü də baxacaq böyük ehtimal, özü də o elə görsün. Əsəbləşirəm nəyə? Qurban var, yəqin ki, tanıyırsan. Yox. İsmailli Qurban, Oktayın tələbəsidir. Yox, mən bəlkə görsən tanıyıram. Görsən mütləq ki, tanıyırsan, yəni adam əcdahı kimi meyxanacı. Sadəcə məsələ nədir? Qardaş, bu adam neçə eləyən potensial göstərə bilmir də, yəni bilmirəm niyə də. Adam həqiqətən çox super meyxanası var.
Adamın yəni qanacaq qabiliyyət, insanlıq, hər şey yerindədir. Valla mən tanımadığım Sadəcə yəni bilirsən məsələləri, bildirə bilmirəm. əsəbləşirəm. Tanıdığımdan, yəni məsəl üçün yenə də deyirəm də, tanıdığım da yəni burada nə qədər bu meyxanadan adı çəkdik, hamısını tanıyıram da, yəni hamısı da məni də yaxşı tanıyırlar, mən də onları yaxşı tanıyıram. Yəni bir Allah şahiddir ki, mən heç bir vaxt yenə də deyirəm. Bugün o bəziləri var TikTokda meyxananın yaman günə qoyub. Jetona meyxana deyilir. Yox, cəmaət da bilir, cəmaət da hamısı görür ki, yəni onlar meyxana deyən deyirlər. Vallahi Allah hamd olsun, xəzalətimdən ölürəm də o, bir də şimdi beşarçılıq olanda hamı gelir də, baxırsan, nə bileyim, biri inək kimi böyüyür, biri xoruz kimi banlayır, nə məcburdur. Sən o şərait də yox deyə, bir çağırasan onu, deyəsən ki, tərbiyəsiz, bu nədir, nə eləmək istəyirsən. Yenə də bax, o elələrini hamı buraxıb xalqın ümidinə. Yəni, zaten o yaxşı ilə pis, həmişə də keçilir. İnan Allaha ki, mən istəyirəm bu mehman haqqında bir şey deyim. Mehman meyxana sənətini o qədər sevir ki, Allah'ın olsun. Bir də görsən, elələri çıxır TikTokda, atır mənə, zəng edir, bunu boğub öldürərəm. Nəinki mehmana, yəni bu hamısına təsir edir buna. Təbii ki, adam illərdir sənət qoruyur, gətirir. Söhbət ondan gedir. Gün yerindən duran durur sənət. Əsas odur ki, bu gün bax, bu nə qədər meyxanadan adı çəkdim o. Əsas odur ki, biz bu sənətə ləkə gətirməmişik. Ay sağ ol, hə. Başa düşürsən, əsas odur. Hərə bir yolla, hərə bir uğurla, hərə bir, nə bilim, istər yazılı bir meyxana olsun, ya mahnı olsun, oxumaq olsun. Allah hamısını canı sağ eləsin. Demək, bugün məsəl üçün bizim müəyyən meyxana deyənlər var ki, oxuyurlar. Məsəl üçün götürək Pərviz, götürək Orxan, götürək Vasif. Mən bu yaxınlarda bir verilişdə salamlayıram Zümrüd xanımı. Zümrüd xanımın verilişində Tərlan Orxan ilə qonaq idik. Mən orada bir söz işlətmişdim ki, yəni mən meyxana deyənlərin oxumağına pis baxıram. Hərə onu bir yerə yozdu. Mən o mənada deməmişdim. Birinci. Bunu mən demişəmsə, bu sözü mən demişəmsə, mən də bunun ayrılığını verirəm. Təbii ki. İndi müəyyən meyxana deyənlər var ki, keçiblər oxumağa. Gəlirlər məclisə. Birinci buydu mənim əsas. Oxuyurlar, görürlər ki, oxumaqda pul yoxdur, keçirlər, gözləyirlər meyxanaya. Halbuki onları ora oxuyan kimi çağırırlar. Bu bir. İkinci, biri var oxumaq yaraşır. Bugün Orxana gör necə yaraşır. Orxana Pərvizə yaraşır da, yəni. Qaraçıl Namiyə necə yaraşır. Bu qara necə yaraşır. Bu qarın Allah'a and olsun. Əbdülov. Bəli. Məsəl üçün deyirəm, bax, o vaxt Akşinlə Eşən oxuyurdular. Həm meyxana deyirlər, həm oxuyurdular. Amma mən əstağfurullah, Tərlanı aşağılamıram, amma Tərlan da oxuyur. Tərlandan getmir söhbət. Biz sadəcə olaraq o verilişdə başqa bir meyxana deyənləri nəzərdə tutub demişdik. Bugün mənim özüm də oxuyuram. Vasif bugün, mən deyərdim ki, meyxananı qoyub kənara, ən əsas oxumaqla gedir toylara. Daha toy da idarə edir, maşallah. Deyəsən, muğam təhsil alır. Təzəlikcə bir-iki video çıxıb qabağıma, deyəsən, muğam təhsil alır. Vasif, mən eşitdiyimə görə, bu yaxınlarda bizim Respublikanın xalq artisti Samir Cəfərov mənim hörmət qoyduğum bir sənətkar insan, ondan da təhsil alıbdır. Mənim özüm, Allah qəni rəhmət eləsin, uşaq vaxtı, mən də indi hamımız musiqiyə getmişik. Rəhməti Sabir Əliyevin yanına gedib gəlmişəm və ondan çox şey görüb götürmüşəm. Sonra bizim dostlarımız var, buradan muğam ifaslarının hamısını salamlayıram. Münasibət dostlarım, o dostum olan vaxtı, əsasən gedirdim onların yanında dərsdə otururdum, baxırdım, görürdüm, götürürdüm. Nəyə demək istəyirəm? O meyxana deyən var ki, onu oxumaq yaraşır. İnanırsan, bugün hamımız görürük də bu toylarda və yaxud da şənliklərində. Elə oxuyanlar var ki, valla onlar oxumasalar ondan yaxşıdır. Yəni bugün o elə oxuyub populyar olanlar var, bəziləri. Belə deyim, göstərimləri dırnaq arasında olur. Valla bizim meyxana deyənlər onlardan 1000 dəfə də yaxşı oxuyur.
Hə. Yəni, heç kimin də xətrinə dəyməsin. Ya xətrinə dəyməsin, elə reallıqdır. Bax, Yəni, dəysə də dəyməsə də reallıq budur, yəni. Bir ay bundan qabaq bir dostumuzun tədbirindəydik, Aşıq Əli də oradaydı. Aşıq Əli böyük sənətkardır ya. Salamlıyıq Aşıq Əli. Təsdiq olunmuş. Bir nəfər ağsaqqal kişi yaxınlaşdı ki, ay Əli, sən bu son zamanlar bu efirlərdə görürük. Dedi, ağsaqqal, yəqin ki, belə məsləhətdir. Sonra bu qırağa çəkiləndə soruşdu məndən, çıxın, kiminlə çıxın, çıxırlar ağızlarına gələn danışırlar, çıxırlar sənət olmayanlar sənətdən danışırlar, səsi olmayanlar səsdən danışırlar. Buna görə də istəmirəm, qardaş, istəmirəm. Harada Aşıq Əlini alan başa düşür ki, oradan da belə. Başımızın qulağını mənə lazımdır, yəni. Bizim məsəl üçün deyirəm də, ustad bildiklərimiz götürəklər, Mehman, Vüqar, Nami, Ələkbər, Vahid, Oqtayın özü. Oqtay. Mən məsəl üçün nə yadımdan sonra, Mahir, hamısını götürürəm. Yəni, bu gün mən özümdən danışıram və öz pakalerimdə olan uşaqlarından danışıram. Biz bu gün əgər bir verilişə, ustadlarla bir verilişi bölüşürüksə, yəni təbii ki, orada biz ancaq sözə qüvvət verə bilərik. Onlar nəsə danışarlar, biz də deyək, bəli. Mən Vüqar, mənim həm dostum, qardaşımdır, həm də, belə deyək də, sənət yoldaşımdır, həm də dostum, qardaşımdır. Məsəl üçün, ən çox Vüqarla mən tez-tez toyda oluram, Rüfətlə oluram, Rüfət də yaşda məndən böyükdür. Nasıl Rüfətdə? Mehmanla oluram, da hamısı ilə da. Məsəl üçün, qıraqda Vüqarla mən ya Oqtayla öz zarafatımız var. Amma səhnədə, yəni meyxana deyən vaxtı, mən orada öz yerimi bilirəm. Başa düşürsən, mən orada öz yerimi bilirəm. Sənətdə ustaddır, sənətdə kənarda dost yerində. Bu yaxınlarda hamı görmüşlər, Vüqar Balali haqqında bir fikir bildirdi. Biraz onu Balalinin özü də səhv başa düşmüşdü. Vüqar bir sən nəyə demək istəyirdi? Qardaşım, mən Lüpaqadinu demirəm. Bax, bizim Suraxan toyunda. Mir Fəridlə Mehman demir orada. Çünki o ərəfələrdə musikanliyə biz girmişdik. Başa düşürsən? Orada dəyişim olub Mehmanın sakit oturmağı Mehmana minus ola bilərdi. O ərəfələrdə o Raqqaçko qafiyyə satılır. Yox, o Raqqaçko ondan sonraydı, o da Suraxanın toyu. Hə, yəni deyirəm, həmən dövr məsələn... Oydu. Yəni, mən Balali ilə də qıraqda özüm söhbət elədim, dedim, Balali, sən niyə elə başa düşürsən? Vüqar sənə ömür bura qəradaşlıq edir. Balayın nəslində qınamıram, niyə? Bir ara ki, o qədər yetimin üstünə düşdülər ki, hələ bir yandan fikirdir. Yox, Vüqar yox da, Vüqar sənə elə mən... Bu bilsən nədir məsələ? Bu bilsən, o düzü əyri, qatdı qarışdırdı. O qədər üstünə düşdülər ki, bu beyin bir yerdən sonra tormuzlar. Bu gün ola bilər ki, məsəl üçün, istər Vüqarı, istər Mehmanı, istər Namidi, mənim haqqımda nəsə fikir bildirə bilər. Mən onlara hörmətlə yanaşarım. Özündə fikirləşənə ki, yaqın səhvim olur ki, bunlarla deyirlər də. Yəni, ən azından bunlar böyükdülər və haradasa da məndən çox bilirlər. Ay, mən durum onlara cavab qaytarım. Ay, nə bilim, sən kimsən? Yox. Bu kişilər bu sənəti qoruyub, saxlayıb bu günə gətirənlərdir. Biz sonradan qoşulmuşuq. Yəni, hər aşığın öz dövranı var, söhbəti yox. Təbii ki. Amma olmayan şeydə desələr, yerlidir, burasını da deyirəm. Məsəl üçün də, indi olar ki, səhv başa düşər. Mən yenə də ona, ay, hayküz, yox. Baləli. Gözəl bir ailədə tərbiyə alır. Mən burada Oqtay'a bir də salamlayıram. Allah anasından qəniyyən rəhmət eləsin. Baləli də o deyir, dursun Vüqara ağır cavab qaytarsın, yox. Sadəcə olaraq bu amizə onları barışdırdı. Oturdurdu, başa saldı ki, ay oğul, ay uşaq, bu belə olmayıb. Bu Vüqar bu niyyətlə demir. Qardaş, mən Vüqar deyirlər, deyir ki, qardaş, mən ona qeydirmirəm. Mən üçün 11, 15, 16 tut, belə deyək. Mən musikanliyə qeydirmirəm. Görürsən, mən də oradayam, heç olmasa mənə xatir tutma da burada. Ya da tutma fikrim var, nə ay Vüqar, yəni belə qafiyə var.
Sən başladan mənə icazə versən, biz bunu deyək burada. Al, davlasın, vardır, çəkilər qıraqdadır, yola deyir. Mən də deyir, 5 dəqiqə deyir, ara deyir. Elə də mehman deyər, elə də... Yəni, ona görə də deyirəm ki, yəni mən o səhnədə öz yerimi bilirəm. Qabaq keçmiş də var da, 20 il bundan qabaq da var da. Bizim pakaleni var da, cavan var. Otururduq orada, nə qafiyə tuturdular, ondan deyirdik. Böyle özləri pıçıldaşıb, necə ki, bugün biz pıçıldaşırıq, nə qafiyə deyək. Elə də onlar pıçıldaşırdılar. Şirzad Allah saxlamış, Allaha and olsun, Əhmədlidə yəni bunu hamı bilir də. Bizə təlim tərbiyə dərsi də keçir. Belə olun, belə olun, belə olun. Hələ üstəlik mehman bizi öyrətdiyi meyxananın üstündə şirzad düzəldir. Otururuz səhərə qədər, belə qafiyətdə, bilməm, nəsə soxa bilərik. Otururuz orada hamımız. Yəni də deyirəm, məktəb, yəni o demək deyil, bir normaldır, bildiyimiz məktəb kimi. Yəni çayxanada otururduq, bir 10-15 nəfər, orada, nə bilim, o meyxananın xırdalıqlarına qədər orada hər şey müzakirə olunur. Və hərə oradan bir fikir götürürdü. Allah həd-səyyara can sağlığı versin. Mən onu da ustad kimi qəbul edirəm. Özümə böyük bir sənətkar kimi qəbul edirəm. Məhdaq kimi qəbul edirəm. Mən həd-səyyaradan həm dostluq qardaşlıq eləmişik. Bir neçə indi də davam edir. Allah onun balalarını xoşbəxt eləsin. O adam həvəsli olanda, görsən, meyxana var ki, rəfə baxmırsan. Adam var, tələsi rəfə baxmır. Adam həmişə bir dəfə məhəlcəyə mənədir ki, bu rəfədir də. Bu sözü gətirib buna bağlamalısan. Birinci, o rəfə bağladığın sözü düşün. Qabaq düzdür, indi haradasa 1, 2, 3, 4-ü gətirirlər. Amma qabaq 1-lə 2 çox hamısında olurdu. Əsas bağlantını verirdin 3-lə 4-ü. Ondan sonra o şey istər-istəməz birinci rəfə fikir verir. Düzdür, qabaq indi hamıdadır, yavaş bölgənib gəlirsən də. O təcrübə ilə, mən 5 il bundan qabaq olan təcrübə bugünkü o təcrübə deyil. Ondan qabaq 10 il olan təcrübə bugünkü o deyil. Hər şey Allahın dostunda çıxır da. Bir görürsən elə ustadlar var meyxanada, baxırsan ki, bir sözü tutarlı olsa, bir sözü boşdur. Rəhmətli Xəyam, Allah ona qəni rəhmət eləsin. Xəyam mənim qardaşımdır. Biz Oqtay Xəyam, üçümüz çox müzakirə edirik meyxanada. Yəni, bilirsən, indi o vaxt Hövsan toyunda Xəyamı gəlib evdən götürüb getmişdi Namiq, Aydın Namiq. Orada bir-iki qafiyəndə Xəyam verib. Səhərə qədər məşğələ Hövsanı kəndindədir. Bu, bütün aləmə səs salmışdır. Özü gecə toy Hövsanda həmişə birdən sonra meyxana. Bu vaxtda sən nəzə boyaq qalmısan, qonaq qalmısan. Mən ən ləzzət elədiyim, yəni qulaq astığım meyxanadan biri oydu. Həmişə də, əsasən, Namiqin avazı Kərimin avazına həmişə oxşuyurdu. O deyirdi ki, Namiq orada Aydına deyir, atası mənə zəng edib, Aydın oğlum arvadır. Dedim özünə zəng edib, Namiq bunu qurur deyir. İndi ən çox deyirdi, oğlunu İdrisəf Kərim deyir. Atası mənə zəng edib, Aydın palat qarşıda, belə müzakirələr edirdik. Sonra İlanla Kərtənkələ, Hövsanı ki, ikimiz eyni nəsildən yanı sürünənlərdənik. İlan, gör, rəhətə necə şaxboltu ilə oturur. Orada Namiqin dediyi, gətirmişəm elə-belə Hövsanı kənd. Belə meyxana, o başqa dövr idi. Sonra mehmanın ad günləri, hamısının canavar vaxtıdır. YouTube-da çıxır, Yasamalda Həsən Ağanın ad günü. Hamının patron vaxtlardır orada. Yəni, Allaha and olsun, bu baxdığım bu YouTube-dakı meyxanalardan ən zövq aldığım onlardır. Vahidin qardaşının toyunda Vahid qafiyə tutur. Yol hərəkət qaydalarını pozmur.
hamısında patron vaxtları. Sən, indi çox boşluqlar var. O vaxt tam başqa dövrdə, o hamı istəyirdi fikir çıxartsın. Allah bu Qaraqaya rəhmət eləsin, hazır Zavrun Şahın toyunda keçdədə, mən də varam orada. Zəif deyəndən bizə ortaq olmaz. Görürsən, yaxşı meyxana hamının da dilindədir. Yaxşı, həmişə yaxşı olur. İndi, nə bilim, o hazır qafiyələr, hazır bəndlər. Bunu biz... Hələ də 30 dənə hazır üçlü yazır. Şeydə xevrəyində deyir, intiqamı kreml pakazılar. Bunu biz bilirik ya. Sən özündə də köhrə meyxana deyir. Baxan kimi kupletə, ağzını açan kimi bilirik də nə var, nə yoxdur. Məlum məsələ. Sən o deyirsən axı. Yəni sən kimi sallada bilərsən? Bilirsən məsələ nədir? Qafiyədə bax, fikir verirsiniz, özün də fikir verində görürsən də çox deşək ki, gətirdiyi üçlük, açılan qafiyə heç dəxli olmayan üçlükdür. Məlum məsələ ki, hazır üçlükdür. Sonu atla, anla bitən qafiyələrdə ən çox istifadə olduğu hazır üçlüklərdir. Hərəsi bir 10-15 dənə beyində hazır. Qafiyə açılır. Bax, əvvəlki meyxanalara baxmışıq da, indi tam səmimi deyək, haqqına deyək. Məşəd Babadan, Aydından, Rəşaddan, Vüqardan, lap köhnələrə getsə Elçindən, Molla Məmməddən artıq meyxana deyən döyürlərdə, düzdür. Qafiyə açılır, qardaş, onlar aşağısı bir 30 saniyə fikirləşirlər, düzdürmü? Qafiyə açılır, adam 3 saniyə çəkmir, adam durur ayağa kupletdir. Necə də yəni? Hazır da, bu evdə hazırlayıb. Bu hazır üçlüyü deyilsin. Bəndə hazırlayıb evdə, beyninə də tutub, anla qafiyə açılsa, anla o fransıza uyğun yaxın gəlir, onu deyəcəm, ağla açılsa, ağla ətlə açılsa. Sənətinə baxırsan ki, sən nə Rəşad Baba döyürsən, nə Elçin döyürsən, nə Rəşad döyürsən də, deyim ki, yəni, onlar belə 15 saniyə, 20 saniyə fikirləşirsə, sən ondan artıq sənətkarsan, 3-cü saniyədə durub kuplet deyirsən. Bax, hazırdır da, yəni, sonra da çıxıb bunun tanımağın adı nədir ki, yox, mən hazır, onu məsələ belə deyim də, fanata o sözü yeridə bilərsən, yedizdirə bilərsən, o meyxanda fanatizm var, fanatlara yeridə bilərsən. Mənə yox da, yəni mən bilirəm axı, yəni nədir? Mən sənə bir dənə söz deyim, bax, Allah hamd olsun. Dəfələr olub, yəni mən 2000-dən, deyim sənə, 2007-2008-ci illərə qədər dəfələrlə olub ki, yəni ustadların yanında verilişlərə də gelmişəm, görmüşəm, götürmüşəm. Məsəl üçün, efir biraz, yəni elə bir sənətkar, sənətçi deyə bilməz də, mən efirdə tam rahatam. Tam rahatçılıq bilsən harada olur? Bir 20 ildən sonra. Yəni? Bugün mən tam rahatam efirdə. Hamı da görür də. Bu yaxınlardır ağamızı ilə biz zarafat eləmişdim. Dedim, mən meyxanada hamısından yaxşı meyxana deyirəm. Orada ağamız ilə zəng olundu. Bir Allahı şahid tuturam ki, o bədavədən olunan bir şey oldu orada. Bildiyin ha, orada mən qoraqlarla da zarafat, dilxoşluq eləyirdim, zarafat. İbrahim Borçalın deyirsən yoluna, deyirəm, bununki Novxan yoludur. Yəni, o rahatçılıqdan irəli gəlir. O vaxtı, məsəl üçün, gedəndə bir gördün, çəkilirdilər qurağa, deyirlər, əvvələ qafiyə tutur. Bu necədir, hə? Bir qafiyəni hazır tuturdular, amma demirdilər, filan sözü mən deyəcəm, ya filan sözü mən deyəcəm. Başa düşürsən, en azından efirdə hamı istəyər ki, yəni görünüş olaraq yaxşı görsənsin. Həm də ondan əlavə, yəni qafiyə ən azda beyində olsun ki... Hətta yəni, ən azda bir qabağı yaxşı gəlsin ki, söhbət ondan gedir. Bəli, aydın olan şeydir, ağızdan nəsə bir qeyritik bir sözü çıxdı, 10 milyon adam ona baxır, bir ağzı. Sən nəsən? O da. Yəni, daha nəsən o? Bu dəyişməni zaten hamı bilir də. İndi burada o şairin yaxşı pis olmalı, o ərzdan, bugün də. Mən bu yaxınlarda səninlə telefonla danışdım da, mən buradan Ataşı da salamlayıram. Yəni bizim Pakaleni, o Ataşın günəşində işlətdiyi... Degəlsin. Ora Degəlsin meydanı idi və orada hamı, Pərviz Bülbülə, Orxan Lökbatan, Aydın Lökbatan, hamı oradaydı. Bugün hamı da gəlirdi ora, Şəhriyanın özü, yəni bir dediyim Cəlil falan, hamı gəlirdi ora. Bu bizim dostum, həm ora dost meydanı idi. Meyxanam ocağı idi. Ocağı idi. Həqiqətən. Bax, orada qafiyələr olub ki, bir dəfə Orxanla iki başlı qafiyə gəldi, yəni sənin telefonda danışdıq. Hamı baş qarışdırır, həyat budur, zaman budur.
Mən Orxan, onda bir verilişə çıxmışdım, qonaqlıq verilişinə Aşıqəli ilə. Mənə qayıdır, Orxan deyir ki, buna var, gündə çıxır bir qonaqlıq verilişinə. Efirdə xırdalayır, tamat budur, soğan budur. Mən buna deyirəm, bu da biz tutub gelib bir idarəyə getmişdi, bir dənə taksi götürsün bu icarəyə. Müdür də qayıtdı, nəqliyyat budur, plan budur. Yəni bunu demişik də, biz də demişik. Bir də nə söz var orada yadıma, Orxan mənə deyir ki, xəbəri yoxdur, bunun səfərbərliyi elan olub. Yaşar qardaş gəl, avtomat budur, nişan budur. Amma deyirəm, nə bilim, bu deyəsən düşüb müharibə stolarına, güllə səsi dəyib qulağına, isə belə gətirəm. Ermənistanın xəritəsini qoydum qabağına, qayıtdım o Orxan, aralar budur qafam. Yəni, məsəl bunu o vaxtda hamı deyirdi. İndi başımız qarışıb, nə bilim, dünya malına. Başa düşürsən? Heç bu ustadlar, elə hamımız içi qarışıq deyirəm də. Biz imkan verməməliyik, kimsə qıraqdan meyxana müdaxilə eləsin. Sən bugün bir veriliş olaraq, sən bunun xeyir duasını alıb, yaxşı şeylərə doğru aparırsan. Başa düşsən, biz bu meyxananın yaxşısı da bizimdir, pisi də bizimdir. Biz öz aramızda o pisləri yaxşıya doğru çəkməyi bacarırıq. Çünki ən azından neçə il təcrübəmiz var. Bax, qoy mən bunu da deyim, bu tanıdığımız bugün, deyək ki, Azərbaycan xalqının tanıdığı söz ustadları var. Yaxdandan hamısının adını çəkirik. Allah ölənlərə qəni-qəni rəhmət eləsin, qalanlara can sağlasın. Hərə bir. Yəni, bugün hamının haqqı var da burada. Hərə bir, nə bilim, bax, belə deyək də, Samiri Oktay ilə, Pərviz Muskayli ilə, o vaxt Rəşad mən, nə bilim, Elşənlə Akşin o vaxtdan oxuyurdular, Namik bu ilə, Aydın Deqəlsindən, nə bilim, belə, biz bu sənəti gör hara, dünyanın heç bir ölkəsində yoxdur. İndi bir yaxın orada ərəblər nəsə oxşadırlar, mən onu oxşadıram, elə bilən bizim kimi deyişirlər. İndi başımız dillərin bilmirik. Reklam biraz başqa forması olar. Yox, mən orada şeyi gətirirlər. Elə bil, həm qafiyanı gətirirlər. Mən oradan tuturam ki, bu nəsə biz tərəfə çəkik. Həm də həmişə onlara qulaq asanda şey yadıma düşür, meyxananın köşü namı dilir, zat tərəfdən yaranır. Yəni, başa düşər, yəni bunu demək istəyirəm. Mən hamı bilir ki, mən qəbul edə bilmirəm və haqsızlığı qəbul edə bilmirəm. Qardaş, nə var özün olmalısan. Yox, səninlə danışdıq da, Lənkəran Rüfət Dahidən də, Rüfət Lənkərandan da, ikisi də mənim qardaşımdır. Mən sual versələr ki, onların sənəti, təcrübəli meyxana deyənlərdir, neçə ildir. Sən önce mənə qoyarsan onlardan üz-üzə. Zaten onlar özləri yaxşı bilirlər. Düzdür? Kərim abini mən buradan salamlayıram. Salamlayıram. O uşağı o qədər çox istəyirəm mən. Təlim, tərbiyə, savad, danışıq, hər şey var. Maşallah. Bir dəfə Amizə dedi, toydaydıq, Kərim abi gəlində, qayıt ki, meyxananın alimi gəlir. Mən də onu, o sözü yavaşdırdım ona. Gör necə, yəni, necə savadlı danışır. Mən imkan vermərəm, mənim yanımda kimsə meyxananı aşağılasın, ya və yaxud mən tanıdığım sənətkarın haqqında kimsə mənfi fikir bildirsin. Bu məndə mümkün olan şey deyil. Bir dəfə bir nəfər mənim yanımda Namik haqqında istədi mənfi fikir bildirsin, mən ona imkan vermədim. Qarasuq Namik. Bəli. Və üstündən bir müddət sonra bir toyda Namik o toya gəlirdi. Qapıda gördüm ki, hamıdan qabaq bu qaçdı Namikin qabağına. Bilə-bilə özümü ona göstərdim ki, nə oldu? Yəni, bizdə belə şeylər var da. Bizdə həmişə o istəmişik, qabağa gedəni aşağılayaq, əyğından tutaq çəkək. Bunlar neçə illərdir. Mən 2006-2007-ci ildən bunlardan qardaşlıq edirəm, Əbdulovla. Xasiyyətini də bilirəm, xüsusiyyətini də bilirəm. Hamısını o da mənə yaxşı tanıyır. Bir dəfə bilmədən onun xətrinə dəydim. Meyxana qoyuram bir qıraqlara, şəxsi həyatda bilmədən xətrinə dəydim. Allah atasına qəni-qəni rəhmət eləsin. Onun atası rəhmətə gedəndə ən birinci mən onun qapısına gelmişəm. Həm yerdə də vurğuluyum.
otdum fikirləşdim ki, mən bunu necə könlümü alım. O adam var, qordu insandır. O bağışlamağı bacarır. Bizim bir ortağı dostumuz vardı. Bir dənə toyda gəldim, boynumu uzaqladım. Dedim, Qaşqıqar məndən inciyibdi, səhv də mənim. Və Vüqar onun sözünə qulaq asandı. Həmçində mən. Buradaya çağırdım onları. İkimizin də boynunu qucaqladı belə. Dedi, bizim dost itiran vaxtımız deyil. Bizdə keçmiş yox. Allaha and olsun. Nə bir kəlmə o danışdı, nə bir kəlmə. Öpüşdük, görüşdük, qucaqlaşdıq. Heç belə şey olmuyor. Arada söz adatırdım mən. Heç belə şey üstünə də gəlmədi ya. Yəni biz bir-birimizin evində çörək yənik. Ümumiyyətlə hamısı ya, fərqi yoxdur. Mən bu meyxana deyənlərin heç birində fərq qoymuram. Hamısı mənim qardaşlarımdır. Mən Baləligilə də gedirəm, Ruslangilə də gedirəm, Ağamizəgilə də gedirəm. Hamısı da bura gəlirlər, bizə gəlirlər. Yəni biz dostluq, qardaşlığımız öz yerindədir. Və şükür Allaha ki, hələ bu günə qədər ilkismək hamıda olur. Mən biliyorsun, mehmandan ailələrlə küsürəm. Belə şəxsi həyat, biliyorsun, bir nəfər deyir ki, dur barışmayın var. Əyirəm, qucaqlayıram, nə olur da, hamıda olur. Sonda yavaş-yavaş verilişin sonuna çatırıq. Sonda bir dənə sual vermək istəyirəm. Bayaqdandır, məsələn, gənc meyxanasılara falan toxunduq. Son 2 mövsümdə əsasən fikir versən görərik ki, yəni son 2 mövsümdə gənc meyxanasılar daha çox meydanlarda, məclislərdə görünür. Bu meyxanasıların hal-hazırda bu qədər meydanlara axın eləməyinin, daha çox görünməyinin meyxanaya səncə gələcək baxımdan necə təsiri var? Mən bunu sənə deyə bilərəm ki, bu sualın cavabını belə verə bilərəm ki, yəni bugünkü əsas, düzdür, adla mən çoxlarını tanımıram. Bir yaxda qurbanı deyirsən, sonra eləsi var ki, telefonda nömrəsi var, qardaş oğlu yazıram. Çoxunu mən qardaş oğlu yazıram, çünki ən azından mənə görəndə əmi deyirlər. Amma bugünkü, məsəl üçün, bu bizdən sonraki deyək də cavanların, Allah hamd olsun, hamısını bəyənirəm. Maşallah da təblərdə itidir. İndi biraz onlarda tuta bilmirəm. Bunlar da o evdə yazıb gələnlərdir. Ya, biraz indi onlar bu, biraz təbləri itidir, cavandılar da. Biraz orada mən tuta bilmirəm bunları. Amma demişəm, hansınızda tutsam, yəni məndən inciməyin. Orada da mikrofonu götürüb elan edəcəm. Düz deyib başa düşdük, sən məndən istəyirsən yaxşı meyxana deyəsən, mən də səndən yaxşı istəyirəm. Bunu bir-birimizi eləyə bilərsiniz. Amma da indi biz biraz qocalmışıq da, biraz balaca qocalmışıq. Ən azından nə hörmət qoyarsan, o hörmətdə görərsən. Təbii ki. Mən arada Orxanla otururuq, dərdləşirik. Bir neçə il Orxan meyxanaya son qoydu. Bir dəfə də bir toyda axtıma Orxan oxumağa gəlmişdi. Yəni ki, danışıq olmuşdu ki, baxdım, çıxanda dedim, arkadaş, səhnə elə bir yetim kimi görsənir. Sən adam baxırsan, Rəşada həmişə meydanlarda, bugün Rəşad yoxdur. Mənim də çox püsmə gəldi də, yəni Orxanın da getməyə yazığı bezdirdilər, nə qədər olar? Nə qədər olar? Kölgəsinə də hörmətsizlik. Böyükçi yox elə bir sənətdə də. Söhbət ondan gedir də. Söhbət, hörmətsizliyi hamı bacarır. Yəni də. Gəl bir dəqiqə, duraq bir-birimizlə hörmətsizlik eləyək, sən sağa, mən sola. Əllərinə də bilirsən bayraq nəyə götürüblər, əlinə də bayraq götürüb. Bir neçə nəfərlə belə şəxsi həyatda tanıdığım heç meyxanadan bir qıraq. Şəxsi həyatda mən deyirəm ki, məsələn, filan söhbətdə Orxana hörmətsizlik olub, mənə qayıdıb deyirlər ki, Orxanın özücə vaxtında eləmirdi ki, meyxancıların sözünü kəsirdi, zul uydurdu deyirdi, nə bilim nə. İndi elədiklərdir başına gəlir, cavanlar Orxanın sözünü kəsir. Yəni o deyil. İndi mən sənə bir dənə sual verim. İndi yaxşı, indi mən sənə bir dənə sual verim də. Birincisi Orxan, orada o söz kəsmə, həm pastel o dəyişmə də olur da. Yəni də. Eşidirsən mən, bu meyxana elə bir şeydir ki, sən beynində tutduğun sözü pişirirsən beynində, yanındakı səndən qabaq deyil. Sən onun fikrinə qulaq asmırsan ha.
o dediyi fikirlə, başqa fikirlə də dalınca sən eyni sözü deyirsən. Başa düşürsən, orada da o həmişə o ki, indi mən sənə bir sual verirəm. Orxan kimi sənətkara hörmətsizlik eləmək olar? Yox. Sən, yəni bilsən bu nəyə görə sənə sual verirəm? Yox, qoy mən sənə deyim də. Bugün Orxanın bilsən nə qədər kütləsi var? Orxanı bilsən nə qədər istəyən var? Təbii ki. Sən ki onu eləməklə nə əldə eləyəcəksən? Orxan zatı da öz başını sala başa qoy işindədir də, gücündədir. Sən ha danışır. Bilsən, o məsəl var, deyir, biraz da pis çıxar, deyir, o əsl düzlük biclikdir, nə belə adam da utanır, dilinə gətirsin. Sən gir Orxanın qalığına, dostluq elə də. Bugün Orxan öndə olan şairlərdən biridir. Bir dəfə bir toydaydıq, toy yəsi gəldi, mən həmin uşağı tanıyıyorum. Bir daha filan kəsdə buradadır, dostumuz var, o çağırır. Bəlkə qoşulsun sizdə, dedim o qoşulsun da. Dedim, yəni çağırır o gəlsin. Gəldi, deyirəm, qaqaş, sənə başla dönər, mən onu tanıyıram. Bilirəm ki, biraz acı deyildi. Sənə başla dönərəm, biraz şirin meyxanı deyək. Hava boşdur. Meyxanı tərifdə başladı söz atmağa. İndi sənin fikrincə, mən növbəti toylarda onu qoyuram mı bizlə meyxanısı? Ya vaxt mən deyiləm Orxandır, mehmandır, yuqardır. Təbii ki, yox. Ona görə də qurban Allaha, atılan bir məsələ var, deyil, insan istəsə özünün dağın başına qaldır, istəsə də oradan sallanacaq. Sal şirin dili və qoy sənə, mən ona görə bu veriş qoy danışdım da, ən azından hər şeydən, insandan hər şey ola bilər insandan başqa. Sən, sənətin də hər şeyi qoy qırağa, birinci insanlarında. Düzdür, elədir. Xətir ölməkdir. İndi ola bilər, hansısa bir meyxanənin adını çəkmədim. Zaten mən dedim, demədim, belədir. Bunlar mənim hamısı qardaşlarımdır. Yəni, xeyirləri xeyrimdir, şərləri şərimdir. Hamısı da yaxşı bilirlər. Mən nə kimisə dalaca danışan adamam, nə kimisə, nə bilim o deyirlər toydan, mən nə ad verirlər, nə spisok gəlir, ondan toya. Və yaxud da mən heç bir vaxt bu günə qədər eşitməmişəm ki, mənə kimsə toya istəsin, ya mənə desinlər ki, ayaq onu nə eynirsən. Çünki ən azından bilirlər mənə. Çünki mən kiməsə eləsəm, haqqı var eləməyə mənə. Mən əgər kimisə toydan desəm, mən nə eynirsən, nə olur? Vaxt onu toya sizlə geliyib, küsü olmuşam, kimlərsən, demişəm ona başa, bunun övrəsi. Sən gələ özün danışır. Ona görə də, nə bilim, mən hamıya mehribansılıq arzu edirəm. Kim necədir, öz-özünü yaxşı tanıyır, öz-özünü yaxşı bilir. Tüm tamaşaçıları da öpürəm, bağrıma basıram. Bir də son olaraq o rəy yazanlara buradan üst tuturam. Birincisi, sizi and verirəm Allaha. O artıq-urtuq rəylər yazır sizi. Ən azından heç nə demirəm, Allahınızdan qorxun. Yəni, siz orada söhbət məndən getmir. Söhbət ümumiyyətlə deyirəm. Kimisə orada rəy yazıb aşağılamaqla siz heç nə əldə eləmirsiniz. İnanın Allaha ki, vaxt gələcək utanacaqsınız. Lazım deyil. Kiminsə haqqında nəsə orada mənfi fikir və yaxud replika və yaxud söz atmaq, falan kəs nədir? Hamı öz-özünü yaxşı tanıyır. Mənfi fikir yazan var ya orada, mənfi rəy yazan var ha. Allaha and olsun, sən əgər orada, sən bir insanı tanımaya, onu aşağılayırsansa, sən özün ondan qat-qat aşağı insansan. Bunu mən sənə deyirəm. Kiminsə o, necə deyim, metrikasına gelməyək. Xoşun gəlməyib, qardaş, belə qoy geçsin də. Gəlsən orada nə əldə eləyirsən, zaten bizi tanıyan da tanıyır. Vallahi mən hələ bu günə qədər heç kimin kommentariyasına bir kəlmə söz yazmamışam. Yazmışam və dostlaşda olub gülmək işarəsi qoymuşam. O da zaten bilir ki, nə var, nə yox. Amma da
Baxırsan, kommentariyalar oxuyursan, o necə, yəni, sizin vicdanınız qəbul edir, o cür insan haqqında mənfi fikir yazmaq. Yəni, şəxsən mən tanımadığım, yəni, bilmədiyim insan haqqında mənim vicdanım qəbul eləməzdə onun haqqında nəsə mənfi bir fikir yazın. Ən azından Allaha xatir xahiş edirəm sizdən. O, yaxınlarda o ağa temasında da, o məştağlar var, mənim haqqında çıxdı efirdə. İnan Allaha ki, bilirsən, canlı aça bilmirəm. O oradan yazır, bu buradan yazır. Adam baxırsan, özdə ad familiyası da yoxdur. Fake hesablar. Fake hesablar. Sən mənə söyürsən də orada, mənim dilim ağzım yoxdur. Mənim fikrim yoxdur. İki başı var. Sən onu söylediyin qədər o da səni söyləyəcək. Amma özünə hörmət, şəxsiyyətinə, ailəsinə hörmət edən bir insan, fərqi yoxdur, kişi, qadın, insan heç bir vaxt özünü söyləyilməz. Təbii ki. Bu qədər. Bu verilişlik də bizdən bu qədər. Gələn verilişlərdə inşallah görüşənə dək özünüzdən müğayyət olun. Sonda verilişi bəyənib paylaşmağı unutmayın. Bir də növbəti qonağımızın kim olmağını istəyirsinizsə şərhlərdə qeyd edin. İnşallah ki, biz də sevə-sevə dəvət edərik. Sağ olun, salamat qalın.